İnnel hamdəlillah və salatu vəssalamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli İbn Məlik rahmehullahın əlfiyyəsinin 19-cu bəndindəyik. Mövzu əl-mu'rab vəl-məbni minəl-əf'al. Feillərdən nədir? Məbni və mu'rab olanlar. Və fi'lu əmrin və mudiyyin buniyyə. Əmr feili və madi feili nədir? Məbnidir. Yəni bura mübtədadır. Bu da xəbər. Və ə'rabu mudari'an. Mudarin isə irab eləmişlər. Ümumiyyətlə, irab sözü, qardaşlar, bəzən təğyir mənasındadır, dəyişən, bəzən həsən mənasındadır, gözəl. Misal üçün, imraatun arubə, belə bu cür məna verir. Bəzən icad mənasını verir, bəzən bəyan mənasını verir. Yəni, müxtəlif mənaları var. Bəzən hansısa bir fəsadı aradan qaldırmaq mənasını verir. Ümumiyyətlə, bu mənaların əksəriyyəti elə nəhvə uyğundur. Bu lüğəti mənasıdır, amma islahi mənası, yəni necə ki, acürmədən əzbərəmsiz, yəni müxtəlif amillərin qoşulması ilə, yəni sözlərin, kəlmələrin sonunun dəyişməsidir. Və əqrabu irab ediblər mudarini, yəni fərqli olaraq əmr feilinə, madi feilinə fərqli olaraq, amma şərt qoyublar. İn ariyə əgər xali olarsa nədən? Min nuni tevkidin mübəşirin. Birbaşa qoşulan tevkid nundan. Yəni o olmasa, yəni bu olmasa nədir? Mu'rabdır. Həmin feil mu'rabdır. Bir də nə olmasa? Və min nuni inəsin. Bir də qadın cinsin nunu olmasa. Misal üçün gətirir misalda kə yaru'una mənfutin. Necə ki deyir? Yaru'una, yəni qorxudar, qadınlar qorxudar kimi? Fitnəyə düşən kişini. Yəni qadınların gözəlliyinə görə fitnəyə düşən kişini qorxudarlar. Bu sanki elə şeyxin özü də dolayısıyla yolda işarə verir ki, hətta kişi cinsində olan mudar feili qadının onun görən kimi nə oldu? Məbni oldu. Sonra gətirir şeyx burada. Ləmmə fərəğə min bəyanil mu'rab vəl məbni minəl əsmə şərəğə fi bəyanil mu'rab vəl məbni minəl əf'al. Yəni, isimlərdən məbni mu'rabı bəyan etdikdən sonra fərəğə bitirdikdə nəyə başladı? Başladı feillərdən olan məbni və mu'raba. Və məzhəbül basriyyin ənəl i'rab əslun fil əsmə fər'un fil əf'al. Bəsrələrə görə isimdə əsl olan odur ki, muğrabdır, feil isə fərğundur, yəni əslən muğrab deyil, məbnidir, muğrab olması fəridir, yəni sonradan baş verir. Ona görə belə bir şey var, diqqət edin. Bir şeyin əsli muğrab olanda onun məbniliyinin səbəbini soruşurlar və yaxud da izah edirlər ki, niyə məbnidir? Amma bir şey əslən məbnidirsə, muğrab olanda onun muğrabının illəsini nədir? İzah edirlər. Yəni biz keçən dərs götürdük ki, isim əslən nədir? Muğrabdır və onun bəzi məbni düşən vəziyyətlərini götürdük. İndi bu dəfə bəsrələrə görə düz ixtilafdır. Bəsrələrə görə feil məbnidir. İndi niyə? Nədir? Muğrab olur. Onun nədir? İlləsini baxarıq vəziyyətə gətirəcək. Vəl aslu fil fiili el-bina'u indahum. Yəni bəsrələrə görə nədir? Məbnidir. Və zəhəbəl kufiyyun ilə ənəl i'raba aslun fil əsmə və fil əf'al. Amma küfələr isə deyib ki, həm feillərdə, həm isimlərdə də i'rab olunması əsildir. Vəl əvvəlu huvə sahih, yəni bəsrələrin görüşü daha sahihdir. Və nəqalə Ziyauddin İbn İlc fil basit, yəni bu alim Bəsit kitabında demişdir ki, ənə bəzi nəhviyyin, bəzi nəhvçilər nə deyiblər? Zəhəbə ilə ənəl i'rab, məzhəbləri görüşləri olub ki, ənəl i'rab əslən fil əf'al. Yəni feillərdə əsl odur ki, muğrabdır, amma isimdə fəridir. Bunların dediyinlə nədir? Tam əksini deyib. Yəni nə bəsrələr kimi deyib, nə küfələr kimi əks deyib. Vəl məbni fil əf'al darbən. Feillərdə məbnilik iki
növdür, yəni iki cürdür. Mə uttifə alə binaihi və huvəl madi və huvə məbni aləl fəth. Hansı ki, məbniliyində nədir? İttifaq olunub, o da madi fe'lidir. Deməsi ki, artıq əmr fe'li ixtilaflıdır. Və huvə məbni aləl fəth. Fəth üzərində məbnidir. Nəhvə darabə kimi və intələqa kimi. Mə ləm yəttasil bihi vavu cəmaə vavu cəmin və yudammı. Ta ki, cəm vavı nədir? Birləşməyincə. Yoxsa nə olacaq? Damməli olacaq. Misal üçün, daraba darabu. Yəni, damma üzərində məbni olacaq. Bəziləri isə deyirlər ki, məbni də elə fəthə üzərində, amma dammə nə üçün qoyulub? Yəni, münasibəti hərəkəyə görə qoyulub. Bu cür də irab eləyirlər. Av damir, raf, mutaharrik, mutaharrikin fəl yüsəkkən. Bir də raf halında damiri qoşulsa, misal üçün darabədirsə, darabtu, darabtə, darabti olarsa, fəl yüsəkkən. Həmin bu darabı sukunlu olacaq. Niyə olacaq? Çünki darabətu, yəni ardıcıl, yəni hərəkəni ərəblərdə bəyənilmir. Darabatu və darabtu olacaq. Yaxşı, deyə bilərsiniz ki, bəs onda darabənədə niyə ardıcıl hərəkə var? Amma darabtuda, deyək ki, bunu belə qoyaq, bunu da sukun elədik. Darabtu, qardaşlar, bir kəlmə kimidir. Bir kəlmə kimi sayılır, çünki darabə, feil, failsiz, mümkünatı olan bir şeydir. Yəni, daim failə ehtiyacı var. Yəni, feil olan yerdə fail var, mütləq. O da sanki bir kəlmə kimi sayılır. Ərəblərdə də bir kəlmədə ardıcıl 4 dənə hərəkə, yəni gələ bilmir. Yəni bu fəthə kimi başa düşmür. Yəni bunu ümumən hərəkə kimi yəni dammə də ola bilər, fəthə kəsrət. Yəni bu cür şey olmur. Yəni ərəblərdə. Əgər bir kəlmədirsə, aydındır. Amma bəs darabənə onda niyə bəs ardıcıl gəlir? Darabənə gəlir. Orada bir kəlmə deyil. Nə, yəni bizi vurdu. Biri var darabnə, bizi vurdu. Biri də var darabənə, bizi vurdu. O artıq iki kəlmə, iki başqa bir, yəni bir kəlmə kimi deyil. Yəni feilin orada məf'ulə, fail kimi elə də ehtiyacı yoxdur. Ona görə bir sanki bir cümlədir. Amma darabtuda isə bunu misal gətirilər xamsə aşara kimi. Yəni iki şeyin sanki bir yerdə formalaşması kimidir. Aydındır, yəni bu cür izah eləyirlər. Amma indi deyə bilərsiniz, bəs şəcəratun, bəqaratun, orada da alimlər gətirir ki, oradakı təmarbutə, yəni əriddir, yəni o düşmə ehtimalları həmişə olur. Çünki şəcəratun bir ağac deməkdir, şəcər amma ağaclar, müxtəlif ağac. Əşcardan səhv salmıyor. Əşcar cəmdir, şəcər isə yəni cəm növüdür. Yəni bizdə də vardır, yəni cəmliyi bildirir. Amma şəcəratun bir ağacdır, yəni bu təmarbutə bu gün varsa bayaqda belə deyək. Yaxşı, deməli, götürdük ki, əgər tu qoşulsa, yəni sukunlu olur, çünki ardıcıl hərəkələrin gəlməməsi üçün. Və təni məxtulifə fi binaihi və racihənəhu məbniyyun. İkinci isə məbniliyində ixtilaf olan, hansı ki deyir, racihudur ki, məbnidir. Və huvə fiilül əmr. Nahu, idrib və huvə məbniyyun ində basriyyin və muğrabın ində kufiyyin. Yaxşı, indi kufəllər muğrab deyəndə bu sukun nə olan şeydir bəs? Necə deyək bunu? Yəni kufəllər deyir ki, bu lə tadribdir əslində. Lə tadrib. Hansı ləmdir? Əmr ləmi ki var. Misal üçün sən deyirsən ki, lə yədhəb. Li yədhəb. Lə yox, üzr istəyirəm. Yəni li yədhəb. Li tadribdir bu. Li tadrib. Li, belə qoyaq ki, gözümüz görsün. Li tadrib. Li yədhəb nədir? Qoy getsin. Li tadrib, yəni sən et. Hə? Bunu düşürdülər. Niyə düşürdülər? Çox istifadə olunduğu üçün. Aydındır. Yəni kəsrətli istiməl görə. Amma yaxşı, bəs onda təni niyə sildilər? Təni də ona görə sildirdilər ki, ləm tədribə oxşamasın deyənə. Ləm tadrib deyilənə və yaxud da lə tadrib yəni cəzmə düşmüş müdari feilinə oxşamasın deyənə bunu da silirlər. Ləmi nə üçün silirlər? Çox istifadə olunur da. Bu, yəni idrib və idhəb, yəni belə ifəl. Təni də, yəni cəzmə düşmüş müdari oxşamasın deyənə
silirlər. Yerdə qalır dırıb. Dırıbı da demişik ki, yəni köhnə dərslərimizdə, yəni Acurumiyada zətdə ki, sukunla ərəblər başlamağı xoşlamır. Yəni ingilislərdə stop məsəl üçün başlayırlar, amma ərəblər başlamır və ona görə bir dənə əlif vəsilə artırırlar. Və bildiyim ona görə də yəni nədir? Kufəlilər deyir ki, muğrabdır. Yəni cəzm üzərində daim məczumun əbədən, hətta Şeyx Hacıqum Rəhməllah da müqəddimə kitabında o da yəni Kufəlilər məzhəbindən deyənə o cür deyir. Yaxşı. Sonra vel muğrab min el-əf'al huvel mudari. Feillərdən isə muğrab olan o da mudaridir. Mudari sözü də necə ki Muhyiddin Rəhməllah aşağıda gətirir. Müşabəhətun oxşamaq deməkdir. Nəyə oxşuyur? İsmi oxşuyur. Yəni isim kimi rafda nasibdə olur deyənə buna mudari deyiblər. Əslində mudari indiki zaman demək deyil, qardaşlar. Mudari indiki gələcək deməkdir. Sırf indiki demək həldir, həl. Bunun içində iki dənə şey gizlənir. Həl, bir də müstəqbəl. Bir də müstəqbəl. Yəni videonu saxlayıb özünüz qeyd edə bilərsiniz. Yaxşı, mudari feilləri, yəni indiki gələcək bildirən zaman bildirən feilləri muğrabdır və gətirir ki, və la yuğrabu illə izə ləm təttasil bihi nunu tevkid av nunun inəz. Buna da tevkid nunu və qadın cinsin nunu birləşmədikcə nədir? Muğrabdır. Muğrabdır. Amma bunlar birləşdikdə artıq məbnidir. Fəmisal nunu tevkid el-mübaşara. Mübaşara nədir, qardaşlar? Yəni birbaşa feilin sonuna, məsələn, darabə feilidirsə, hə? Yəni o bəsinə birbaşa nədir? Birləşən olsun. Məsələn, fəalədirsə, ləminə birbaşa onun tevkid birləşsin. Yəni feilin sonuna birbaşa birləşirsə, onda nədir? Məbni olacaq. Vel fiilu ma'ahu mebniun alel fəth. Onda feil nədir? Fəthə üzərində məbnidir. Aydındır. Tadribu olmadı da. Fikir verdiniz. Yəni tadribənə. Və la fərqa fi zəlikə beynəl xafifə və thəqilə. İstər yəni sukunlu nun olsun, istər şəddəli tövkid nunu olsun. Sukunlu, bunun ikisi də tövkid bildirir, amma alimlər deyir ki, səqilə daha tövkidin gücləndirir. Yəni idribənə deyəndə daha da yəni vur demək istəyir. Fə in ləm təttasil bihi ləm yubnə. Əgər bunlar birləşməsə, onda məbni olmur. Və zəlikə kəmə izə fasələ beynəhu və beynəhə əlf isney. Necə ki deyir, əgər mudarinin arasıyla beynəhu, yəni o mudar feilinin sonunun, son hərfinin, yəni o mudar feilinin arasında fasil olarsa və beynəhə, həmçində nun tövkidə qayıdır. Arasında fasil olarsa, necə ki əlf isneyn kimi, ikili əlfi, əgər bunların arasını, bax bununla bunun arasını ayırarsa, bu əlf, ikiliyi bildirən əlf, onda muğrab olacaq, bu muğrab sayılacaq. İrabda yəni siz məbni deməyəcəksiniz. Necə ki həl tadribənni, bu cür, yəni vurdun mu, yəni burada vurursan mı, yəni belə, bu yaxud da vuracaqsan mı? Və əsluhu həl tadribəninnə, budur. Və işləmə tələti nunər. Burada da 3 dənə nun, bir bu nun, bir də bu nunun içində 2 dənəsi, yəni biri sukunludur, biri də fəthəlidir. Və bunların içində 2 dənə var, olur 3 dənə. Bu 3 dənə nun bir yerdə gəlməsin deyənə və xusfət ulə, birinci nun nədir? Düşür. Hansı ki bu təfələnin nunu, hansı ki raf nunudur. Və hiyə nunu raf. Kərahətəl təvalil əmthəl, yəni eyni misildə olan hərflərin ardıcıl gəlməsi xoşlanmadığı üçün. Fəsara və beləliklə nə olur? Həl tadribənni olur. Və bu niyə kəsrələndi? Hansı ki belə idi. Bu kəsrə yəni demək istəyir ki, biz burada nunu düşürdmüşük, yəni ikiliyin əlamətidir, o cəhətdən onu bildirir. Və kəzəlikə يعرب الفعل المضارع إذا فصل بينه وبين نون التوكيد وواو جماعة أو ياء مخاطبة və beləliklə mudari feili əgər onun özü ilə nun tövkidin arasında nəsə fasl olarsa, nə ola bilər o fasl? Bu vav, cəm vavı, muxatabiyyəsi fasl yaradarsa, onda nədir? Muğrab olacaq. Nəhvə həl tadribunnə yə zeydunə. Bu tadribunəni biz bunu muğrab kimi irab edəcəyik. Və həl tadribənnə yə zeydun
kimi indi bu nə olan şeydir? Hani burada vav cəm ya müxatab hani burada? Və asl tadribunna tadribunan nədir? Yəni vavda düşüb, bu təfəlunənin nunu da düşüb. Yəni rafın nunu da düşüb. Və huzfə nunul ulə niyə? Litəvalil əmsəl. Birinci nun niyə düşdü? Çünki 3 dənə nunun ardıcıl eyni hərflərin gəlməməsi üçün. Kəmə səbəqə necə əvvəldə demişdi. Fəsarə tadribun nə olur? Bəs indi yaxşı vav hanı? Və huzfət vav niyə? İltiqəy səkinayn. Yəni 2 dənə sukun, vav sukunu da əslində. Əslində bu məd hərflər var qardaşlar. Yəni bildiyiniz kimi, yəni yəqin təcvid müəllimlərimiz sizə deyib, bu əslində mədlər üstü, yəni sukunludur. Bu da sukundur. Burada nunun da birinci nunu sukundur. Çünki bunun açılışı nədir? Sukunlu nun üstə gəl, yəni fəthəli nun da bunun açılışı odur. 2 dənə sukun yanaşı gəlmədiyi üçün nədir? Bunu həsf eləyirlər. Olur tədribunnə. Və kəzəlikə tədribinnə eyni ilədir. Budur. Əsluhu tədribinənnə fəfuilə bihimə fuilə bi tədribunənnə. Yəni bunun başına gələn də bunun başına gəlir. Yəni orada eyni şeyi edirlər. Və hədə huvəl murad bi qavlihi və ə'rabu mudari'an in uriyə əv ariyə min nuni təvkidin mübaşir. Və bu dediyimiz bu qabaqdakı bu söhbətlər də məqsəd odur. Hansı sözü ilə bildirib? Bax, beytin bu hissəsi ilə yəni İbn Məlik rahmehullah bildirir. Və fəşərətə fi irabihi ən ya'ra bin zəlik. Amma şərt qoydu ki, yəni o muğrab olması üçün nədir? O şeylərdən ari olmalıdır. Yəni xali olmalıdır. Və məfhumuhu ənəhu izə ləm ya'ra minhu yakunu məbniyyə. Və görünür ki, deyir, belə başa düşülür ki, əgər yəni xali olmasa, o hərflər orada iştirak nədir, etsə, yəni o hərflərdən uzaq olmasa, onda məbni olacaq. Yəni belə başa düşülür deyir. Və ulimə ənə məzhəbəhu ənəl feylə mudari'a la yubnə illə izə bəşərəthu nunu təvkid. Və beləliklə bilindi ki, həqiqətən məzhəbəhu İbn Məlikin məzhəbi odur ki, mudari feili nə vaxt məbni olacaq? Əgər ona nun təvkid birləşərsə. Yəni la yubnə burada la ilə illə bir də ancaq kimi tərcümə olunur. Yalnız. Yəni yalnız nə vaxt məbni olacaq? Əgər ona nun təvkid birləşərsə. Nəhvə həl tadribənnə bunu yəni bir misal kimi yəni bayaqda gətirmişdi. Ya Zeydu fə in ləm tübəşirhu uğribə. Əgər yəni mübaşərə qoşulmasa bu nun təvkid, onda muğrab olacaq. Və hədə huvə məzhəbül cümhur. Bu da cümhurun məzhəbidir. Və zəhəbəl əxvaş ilə ənəhu məbniyun mə'an nun təvkid. Əxvaş isə onun görüşünə görə, zəhəbəm, yəni onun məzhəbinə görə nun təvkidlə bir yerdə olsa məbni olacaq. Sual çıxır, zaten məbni idi də. Dedi ki, yox, orada şey qoydu axı, fərq qoydu. Əgər mübaşərə məsələsi var. Mübaşərə olmasa məbnidir, mübaşərə olsa, birbaşa qoşulsa məbnidir, birbaşa qoşulmasa, yəni əlif vav araya girsə murab. Amma bu nə deyir? Deyir ki, məbniyun mə'an nun təvkid səvan ittəsələt bihi nun təvkid əv ləm təttəsil. Yəni birləşsə də nun təvkid orada olsa da, olmasa da yəni məbnidir. Və nuqilə ən bə'dihim bəzilərindən rəvayət olunur ki, ənəhu muğrabun ümumiyyətlə muğrabdır. Yəni ümumiyyətlə əxfaşın dediyin tam əksidir. Və in ittəsil bihi nun təvkid. Hətta nun təvkid orada olsa da belə. Deməli, nə dedilər? Dedilər ki, 2 yerə bölündü cümhura görə ki, yəni nun təvkid qoşulanda muğrab da ola bilər, məbni də ola bilər. Hə? Muğrab nə vaxt olur? Əgər mübaşərə qoşulmursa. Məbni də mübaşərə qoşulmursa. Əxfaş isə deyir ki, ümumiyyətlə məbnidir. Fərq yoxdur, mübaşərə, qeyri-mübaşərə. Nun təvkid əv ləm təttəsil, yəni birləşmir. Amma bəziləri deyir ki, ümumiyyətlə həmişə muğrabdır. Aydındır, yəni bu cür belə 3 dənə rəy çıxdı. Və misal mə ittəsalı bihi nun inəs, onu da deyim ki, Əxfaşın rəyini
təhqiqatçılar deyir ki, sənədində problem var. Sənəddə isnad ki, Əxvaş olunub. Yəni sənəddə qırıqlıq var, gedib Əxvaşa çatmır. Dolayısıyla Əxvaş belə söz deməyib. Və misal ma ittasalat bihi nun əl-inath əl-hindatu yadribna. Yəni indi gəl qadıncısının nununa baxaq. Yadribna kimi. Vəl fi'lu ma'aha mabniun alas-sukun. Yəni sukun üzərində məbnidir. Və nəqələ musannif rahmehullah fi ba'd kutubihi ennehu la xilafe fi bina'l fi'l mudari ma'a nunun inas. Yəni İbn Məlik rahmehullah deyib ki, ixtilaf yoxdur. Əgər yəni nun tövkid kimi nun tövkiddə ixtilaf var idi. Qadıncısının nunun birləşəndə məbni olmasında ixtilaf yoxdur. Amma İbn Məlik rahmehullah deyir ki, "Və leysə kəzəlik." Elə deyil. Bəli, xilafı mövcud. Əslində ixtilaf var. İndi bu nəyə dəlil gətirir ki, ixtilaf var? Və mimmən nəqələhu əl-ustaz, yəni bu ixtilafı nəql edənlərdən Ustaz Əbülhəsən İbn Usfur fi Şərhül İdah kitabında bu ixtilafı nəql edir ki, bunun özündə də ixtilaf var. Bu məndəki çapda belə bir sxem var. İnşallah köçürərsiniz. Subhanakallahumma və hamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.